Salam əziz fermerlərimiz, hər birinizi Xaçmaz bağlarından salamlayırıq. Burada Gizella 6 üzərində super intensiv sistemi ilə qurulan yeni gilas bağımızdır. Artıq bu il qurulub, 2026-cı ildə bu bağımız. İndi isə Gizella 6 üzərində göz kimi əkilən bağın kəsimi aparılır. Kəsimlərdə birazdan göstərəcəyik. Telefonla çəkmək məcburiyyətinə qaldıq, sonradan səsləndirməsini eləyirik. Kəsim sadə bir üsuldur. Burada gördüyünüz kimi kulyonka hissəsindən aşağı nə qədər təzə cücərən cücərtilər varsa onlar qopardılır. Yuxarı hissəsində bircə dənə cücərt saxlanılıb, biraz yuxarıdan kəsilir ki, yuxarıya su və ya qida maddələri çatdırsın, göz normal inkişaf eləsin. Biraz inkişafdan sonra tam sıfırlanacaq. O kulyonkanın yuxarı hissəsindən tam sıfırlanacaq. Yəni sadə bir prosesdir. Özünüz də eləyə bilərsiniz. Xüsusi kiməsə ehtiyac yoxdur. Buradan videodan gördüyünüz kimi kəsim apara bilərsiniz. Bizlər sadəcə olaraq tam sıfır kəsmirik ki, həmin gözə biraz mənfi belə deyim, təsir göstərməsin. Hər kəsə uğurlar.